Qoç. Ulduzlar bugün daxili aləminizdəki alovu daha da alovlandıraraq sizə inanılmaz bir enerji bəxş edir. Qarşınıza çıxan ilk maniyəni sadəcə təbəssümlə dəf etmək gücünə sahibsiniz. İş yerində qorxmadan irəli sürəcəyiniz kreativ ideyalar rəhbərliyin diqqətini dərhal cəlb edəcək. Maliyyə məsələlərində ani qərarlardan qaçaraq gələcəyə yönəlik strateji addımlar atmağınız tövsiyə olunur. Şəxsi münasibətlərdə partnyorunuzun emosional ehtiyaclarına qarşı daha həssas yanaşmağınız tələb olunur. Subay qoçlar üçün bugün gözlənilməz bir baxış yeni bir sevgi macərasının başlanğıcı ola bilər. Sağlamlığınızı qorumaq üçün rasionunuzda təzə meyvə və tərəvəzlərə mütləq daha çox yer ayırın. Köhnə bir dostunuzun zəngi sizə unudulmuş şirin xatirələri yenidən yaşadacaq. Gecə saatlarında açıq havada qısa bir gəzinti zehni gərginliyinizi tamamilə aradan qaldıracaq. Enerjinizi boş mübahisələrə sərf etmək əvəzinə yarımçıq qalmış layihələrinizi tamamlamağa yönəldin. Ətrafınızdakı insanların rəylərini dinləyin, lakin son qərarı həmişə öz intuisiyanıza güvənərək verin. Bugün imzalayacağınız hər hansı bir sənədin bəndlərini diqqətlə oxumağınız gələcək riskləri sıfırlayar. Maddi cəhətdən özünüzü güvəndə hiss etmək üçün qənaət rejiminə keçmək pis fikir deyil. Yaxın gələcəkdə planlaşdırdığınız səyahətin detallarını bu axşam tərəfdaşınızla müzakirə edə bilərsiniz. Həyatın sizə təqdim etdiyi xırda sürprizlərdən zövq almağı bacarmaq daxili hüzurunuzu artıracaq. Özünüzə olan inamınız ətrafdakı insanların da sizə olan hörmətini qat-qat yüksəldir. Buğa. Bugün daxili sakitliyiniz və təmkininiz sayəsində ətrafınızdakı xaosu asanlıqla nizama salacaqsınız. İş mühitində nümayiş etdirdiyiniz peşəkarlıq tezliklə karyera pillələrində yüksəlişinizlə nəticələnəcək. Maddi durumunuzu yaxşılaşdırmaq üçün qarşınıza çıxan alternativ qazanc imkanlarını diqqətlə dəyərləndirin. Sevdiyiniz insanla münasibətlərdə səmimiyyət və qarşılıqlı güvən hissi bugün pik nöqtəyə çatacaq. Hələ də qəlbi boş olan buğalar köhnə tanışlarına tamamilə fərqli bir gözlə baxmağa başlaya bilərlər. Fiziki sağlamlığınızı möhkəmləndirmək məqsədlə mütəmadi idman hərəkətlərini gündəlik rejiminizə daxil edin. İllərdir reallaşdırmaq istədiyiniz bir arzunuzun qapıları bugün gözlənilmədən üzünüzə açıla bilər. Evinizdə edəcəyiniz kiçik dizayn dəyişiklikləri yaşayış sahənizə tamamilə fərqli və pozitiv bir aura qatacaq. Ruhunuzu dincəltmək üçün klassik musiqi dinləmək və ya kitab oxumaq ən doğru seçimdir. Yaxın dostlarınızdan birinin sizə etibar edəcəyi sirri sonuna qədər qorumağınız dostluğunuzu daha da möhkəmləndirəcək. Şəxsi büdcənizi idarə edərkən plansız xərclərdən uzaq durmaq gələcək planlarınızı təhlükədən qoruyar. Fikir ayrılığı yaşadığınız ailə üzvləri ilə kompromisə gəlmək üçün bugün ən ideal zamandır. Ağlınızdakı yaradıcı fikirləri kağıza köçürməklə gələcək fəaliyyətiniz üçün möhkəm baza yaradın. Başqalarının mənfi enerjisinin sizin daxili harmoniyanızı pozmasına heç bir vəclə icazə verməyin. Müdriklik və səbir bugün qarşılaşacağınız hər bir problemin ən kəsərli açarı olacaqdır. Göylərin sizə təqdim etdiyi bu şansı daxili potensialınızı tam şəkildə üzə çıxarmaq üçün istifadə edin. Əkizlər. İntellektual potensialınızın maksimum həddə çatdığı bu gündə çətin tapşırıqların öhdəsindən asanlıqla gələcəksiniz. Ünsiyyət bacarıqlarınız sayəsində ən inadkar insanları belə öz tərəfinizə çəkməyi bacaracaqsınız. Karyeranızda sıçrayış etmək üçün bugün qarşınıza çıxan unikal təklifləri diqqətlə nəzərdən keçirin. Maliyyə sahəsində riskli investisiyalardan uzaq duraraq mövcud vəsaitinizi qorumağa üstünlük verməlisiniz. Şəxsi həyatınızda partnyorunuzla birlikdə keçirəcəyiniz romantik şam yeməyi aranızdakı soyuqluğu tamamilə yox edəcək. Yalnız yaşayan əkizlər virtual mühitdə maraqlı və intellektual səviyyəsi yüksək olan bir şəxslə tanış ola bilərlər. Sinir sisteminizi qorumaq üçün kofein qəbulunu azaldıb bitki çaylarına üstünlük verməyiniz məsləhətdir. Günün ikinci yarısında alacağınız xoş bir xəbər bütün planlarınızı müsbət istiqamətdə dəyişəcək. Köhnə borclarınızın geri qaytarılması büdcənizdə gözlənilməz bir rahatlıq və sərbəstlik yaradacaq. Özünüzü inkişaf etdirmək üçün yeni bir xarici dil və ya professional kurs axtarışına başlaya bilərsiniz. Fəaliyyətinizdə tələsik qərarlar verməkdən qaçaraq hər bir addımınızı öncədən dərindən analiz edin. Ətrafınızda sizə həsəd aparan insanların dedikodularına əhəmiyyət vermədən öz yolunuza inamla davam edin. Bugün daxili səsinizin sizə pıçıldadığı xəbərdarlıqlara mütləq qulaq asmağınız tələb olunur. Səyahət planlarınızı reallaşdırmaq üçün lazımi sənədləşmə işlərini bugün tamamlamaq olduqca uğurludur.
Yaradıcılıq enerjinizi incəsənətin hər hansı bir sahəsində sınamaq sizə böyük mənəvi zövq bəxş edəcək. Özünüzə qarşı tənqidi yanaşmanı bir kənara qoyub, qazandığınız uğurlarla qürur duymağı öyrənməlisiniz. Xərçəng. Bugün emosional dünyanızda baş verən müsbət dəyişikliklər ruhunuza inanılmaz bir sakitlik gətirəcək. Ailə daxilində uzun müddətdir davam edən anlaşılmazlıqlar bugün öz müsbət həllini tapacaq. Peşəkar fəaliyyətinizdə fədakarlığınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək və mükafatlandırılacaqdır. Maliyyə planlaşdırmasında xırda detallara diqqət yetirmək sizi gələcəkdə böyük itkilərdən tamamilə sığortalayacaq. Sevdiyiniz insanla hisslərinizi səmimi şəkildə bölüşmək aranızdakı mənəvi bağı daha da gücləndirəcək. Həyatında kimsə olmayan xərçənglər keçmişdə qalan bir sevginin yenidən canlanması ilə qarşılaşa bilərlər. Sağlamlığınızı qorumaq üçün yuxu rejiminizi qaydaya salmağınız və vaxtında dincəlməyiniz vacibdir. Gün ərzində xeyriyyəçiliklə məşğul olmaq və ya kiməsə kömək etmək daxili dünyanızı zənginləşdirəcək. Eviniz üçün bəzi dəyərli və uzun müddətli əşyalar almaq üçün əlverişli bir gündür. İntuisiyanızın olduqca güclü olduğu bu gündə ilk təəssüratlarınıza tamamilə güvənə bilərsiniz. İşgüzar tərəfdaşlarınızla aparacağınız danışıqlarda öz şərtlərinizi diktə etməkdən qətiyyən çəkinməyin. Fərdi inkişafınız üçün psixoloji materiallar oxumaq dünya görüşünüzü tamamilə fərqli bir səviyyəyə qaldıracaq. Ətrafınızdakı insanların negativ emosiyalarından qorunmaq üçün özünüzə mental bir sipər qurun. Yarımçıq qalmış təmir və ya təmizlik işlərini yekunlaşdırmaq üçün bugün çox uyğundur. Maddi məsələlərdə yaxınlarınızın məsləhətlərinə qulaq asmaq sizə yeni perspektivlər aça bilər. Özünüzü hər şeyin ən yaxşısına layiq görməklə həyatınıza uğur enerjisini cəlb etmiş olursunuz. Gələcəyə ümidlə baxın, çünki ulduzlar sizin üçün parlaq bir yol hazırlamaqdadır. Şir. Bugün liderlik keyfiyyətləriniz ətrafınızdakı hər kəsi heyran edəcək və sizi diqqət mərkəzinə gətirəcək. İş yerində çətin layihələrin məsuliyyətini öz üzərinizə götürməklə peşəkarlığınızı növbəti dəfə sübut edəcəksiniz. İqtisadi vəziyyətinizi gücləndirəcək yeni tərəfdaşlıq təklifləri bugün qapınızı döyə bilər. Romantik münasibətlərdə qürurunuzu bir kənara qoyub sevdiyiniz şəxsə qarşı daha nəvazişli olun. Tənha şirlər qatıldıqları sosial tədbirlərdə cazibədarlıqları ilə bütün baxışları öz üzərlərinə çəkəcəklər. Onurğa və oynaq sağlamlığınıza diqqət yetirin, ağır fiziki yüklərdən qaçmağa xüsusilə çalışın. Bugün daxilinizdəki yaradıcılıq potensialını reallaşdırmaq üçün hər cür şərait mövcud olacaq. Dostlarınızla birlikdə keçirəcəyiniz vaxt sizə gələcək layihələr üçün yeni və maraqlı ideyalar verəcək. Hüquqi məsələlərlə bağlı sənədlərin həlli üçün bugün olduqca uğurlu nəticələr vəd edir. Özünüzə olan yüksək inamınız qarşınıza qoyduğunuz hər bir hədəfə çatmağınızı xeyli sürətləndirəcək. Maddi xərclərinizi balansda saxlamaq üçün lüks və lazımsız alış-verişlərdən bir müddət çəkinin. Ətrafınızdakı insanlara qarşı səxavətli olmaq sizə mənəvi cəhətdən böyük rahatlıq gətirəcəkdir. Bugün alacağınız bəzi tənqidləri şəxsi qərəz kimi deyil, özünüzü təkmilləşdirmək üçün bir şans kimi qəbul edin. Ruhunuzu qidalandıracaq hobbilərlə məşğul olmaq günün gərginliyini tamamilə unutturacaq. İnamlı addımlarınız sayəsində rəqiblərinizi xeyli geridə qoyaraq mövqeyinizi daha da möhkəmləndirəcəksiniz. Tale sizə özünüzü sübut etmək üçün unikal imkanlar təqdim edir, bunları qaçırmayın. Gecə saatlarında gələcək vizyonunuzu gözünüzün önündə canlandıraraq yuxuya getməyiniz motivasiyanızı artıracaq. Qız. Analitik təfəkkürünüz sayəsində bugün ən qarışıq məsələlərin belə asanlıqla strukturunu quracaqsınız. Peşəkar fəaliyyətinizdə detallara verdiyiniz önəm işinizin keyfiyyətini maksimum dərəcədə yüksəldəcək. Yeni gəlir mənbələri tapmaq üçün bugün ağlınıza gələn fərqli fikirləri mütləq qeyd edin. Şəxsi həyatınızda qarşı tərəflə aranızda olan xırda inciklikləri danışaraq həll etmək ən doğru yoldur. Sevgidə axtarışda olan qızlar intellektual səviyyəsi ilə özlərini cəlb edən biri ilə qarşılaşa bilərlər. Həzm sisteminizin normal fəaliyyəti üçün bugün qidalanma rasionunuza xüsusi diqqət yetirməlisiniz. Uzun zamandır təxirə saldığınız tibbi müayinələrdən keçmək üçün bugün ideal bir fürsətdir. Yaxın bir ailə üzvünün sizdən gözlədiyi mənəvi dəstəyi ondan əsirgəməyərək xeyir dua qazanın. Ev işlərində nizam-intizam yaratmaq zehninizdəki dağınıqlığı da tamamilə aradan qaldırmağa kömək edəcək. Biznes sahəsində riskli addımlardan qaçıb, təcrübəli insanların məsləhətlərinə qulaq asmağınız tövsiyə olunur.
Bu gün daxili dünyanızla baş-başa qalmaq və meditasiya etmək sizə çox yaxşı təsir edəcək. Zamanı düzgün idarə etmək bacarığınız sayəsində planlaşdırdığınız bütün işləri vaxtında çatdıracaqsınız. Həyatınızdakı toksik insanları uzaqlaşdırmaq üçün daxilinizdə böyük bir cəsarət və qətiyyət hiss edəcəksiniz. Alacağınız dəyərli bir hədiyyə gününüzə xüsusi bir rəng və sevinc qatacaq. Öz bilik və bacarıqlarınızı artırmaq üçün elmi məqalələr və ya dərsliklər oxumağa vaxt ayırın. Ulduzlar bugün sizin təmkinli və ağıllı addımlarınızı hər vəclə dəstəkləyir. Gələcəyə doğru attığınız hər bir addımın nə qədər doğru olduğunu tezliklə özünüz də görəcəksiniz. Tərəzi. Bugün həyatınızın hər bir sahəsində arzuladığınız harmoniya və balansı asanlıqla bərpa edəcəksiniz. İş mühitində tərəfdaşlarınızla quracağınız uğurlu diplomatiya sizə yeni qapılar açacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün təklif olunan layihələrdə yaradıcı tərəfinizi nümayiş etdirin. Romantik münasibətlərinizdə qarşılıqlı kompromislər sayəsində sevginiz yeni bir mərhələyə qədəm qoyacaq. Hələ də subay olan tərəzilər estetik zövqü ilə heyran qalacaqları bir şəxslə tanış ola bilərlər. Sağlamlığınızı qorumaq üçün bədəninizin su balansını tənzimləməyə bugün xüsusi diqqət yetirin. Günün ortasında incəsənətlə məşğul olmaq və ya sərgi ziyarət etmək ruhunuzu təzələyəcək. Ətrafınızdakı insanların problemlərinə ədalətli yanaşmanız sizi mühitinizdə hörmətli bir məsləhətçiyə çevirəcək. Şəxsi büdcənizi planlaşdırarkən gələcək investisiyalar üçün mütləq müəyyən bir fond ayırın. Köhnə bir dostunuzla təsadüfi qarşılaşma sizə keçmiş günlərin şirin reallıqlarını xatırladacaq. Bugün verəcəyiniz qərarlarda duyğularınızla məntiqiniz arasında mükəmməl bir tarazlıq qurmağa çalışın. Özünüzü ifadə etmək üçün natiqlik bacarıqlarınızdan maksimum dərəcədə istifadə etməyiniz uğur gətirəcək. Evinizdə rahatlıq yaratmaq üçün bəzi kosmetik dəyişikliklər etmək əhvalınızı xeyli yüksəldəcək. Sizə qarşı edilən haqsızlıqlara qarşı sakitliyinizi qoruyaraq ən düzgün cavabı zamanla verəcəksiniz. Həyatın sizə bəxş etdiyi gözəllikləri görmək daxili dünyanızdakı işığı daha da parladacaq. Göylərin dəstəyi ilə bugün başladığınız hər bir iş uğurla nəticələnəcəkdir. Özünüzə inanın və hər bir anın dəyərini bilərək irəliyə doğru addımlayın. Əqrəb. Bugün daxili intuisiyanız və mistik enerjiniz sayəsində gizli qalan bir çox həqiqətləri aşkar edəcəksiniz. Professional fəaliyyətinizdə strateji gedişlər etməklə rəqiblərinizi tamamilə təsirsiz hala gətirmək gücündəsiniz. Maliyyə məsələlərində gizli gəlir mənbələrinin tapılması büdcənizdə ciddi bir artıma səbəb olacaq. Sevdiyiniz insanla olan münasibətlərinizdə ehtiras və emosional bağlılıq bugün maksimum dərəcədə artacaq. Qəlbi boş olan əqrəblər qarşılaşacaqları bir nəfərlə dərin və sirli bir bağ qura bilərlər. Sağlamlığınızı qorumaq üçün daxili gərginliyi azaldan yoga və ya meditasiya ilə məşğul olun. Gün ərzində gizli qalan sənədlərin və ya məlumatların üzə çıxması planlarınızı dəqiqləşdirməyə kömək edəcək. Fərdi inkişafınız üçün ezoterik və ya psixoloji mövzularda araşdırmalar aparmaq olduqca faydalıdır. Maddi xərclərinizdə riskli addımlardan qaçaraq mövcud kapitalınızı qorumağa üstünlük verməlisiniz. Ətrafınızdakı etibarsız insanlarla aranızda məsafə saxlamaqla özünüzü gələcək xəyanətlərdən qoruyun. Bugün verəcəyiniz qərarlarda daxili səsinizin ipuçlarını izləmək sizi düzgün hədəfə aparacaq. Şəxsi layihələrinizi gizli saxlamaq onların uğurla reallaşma şansını qat-qat artıracaqdır. Çətinliklər qarşısında göstərdiyiniz sarsılmaz iradə ətrafınızdakı insanlara əsl örnək olacaq. Köhnə borcların ödənilməsi və ya maliyyə məsələlərinin həlli bugün sizi xeyli rahatladacaq. Həyatınızda köklü dəyişikliklər etmək üçün bugün daxilinizdə böyük bir güc tapacaqsınız. Ulduzların enerjisi sizə yenidən doğulmaq və güclənmək üçün unikal bir şans bəxş edir. Öz potensialınızı tam şəkildə dərk edin və gələcəyə qorxmadan inamla addımlayın. Ox atan. Bugün daxilinizdəki macərapərəst ruh sizi tamamilə yeni və kəşf olunmamış üfüqlərə doğru səsləyəcək. Karyeranızda beynəlxalq layihələrdə və ya xarici tərəfdaşlarla işlərdə böyük bir uğur qazana bilərsiniz. Maddi imkanlarınızı genişləndirmək üçün qarşınıza çıxan qlobal təklifləri dərhal dəyərləndirməyə çalışın. Şəxsi münasibətlərinizdə partnyorunuza azadlıq tanımaq aranızdakı etimadı daha da möhkəmləndirəcək. Tənha oxatanlar fərqli mədəniyyətdən olan maraqlı bir şəxslə unudulmaz bir ünsiyyət qura bilərlər. Fiziki aktivliyinizi artırmaq üçün açıq havada qaçış və ya idman növləri ilə məşğul olun.
Dünya görüşünüzü genişləndirəcək yeni fəlsəfi kitablar oxumaq bugün sizə böyük zövq verəcək. Günün ikinci yarısında alacağınız uzaq səfər xəbəri əhvalınızı tamamilə müsbətə doğru dəyişəcək. Hüquqi və ya təhsil sahəsindəki məsələlərinizi həll etmək üçün bugün çox əlverişlidir. Ətrafınızdakı insanlara bəxş etdiyiniz pozitiv enerji sayəsində hər bir mühitin bəzəyinə çevriləcəksiniz. Maddi xərclərinizdə həddi aşmamaq üçün büdcənizi öncədən detallı şəkildə planlaşdırmağınız vacibdir. Optimist baxış bucağınız qarşılaşdığınız ən çətin vəziyyətlərdən belə asanlıqla çıxış yolu tapmağınızı təmin edir. Yaradıcı fikirlərinizi cəmiyyətə təqdim etməkdən və rəyləri qəbul etməkdən qətiyyən çəkinməyin. Dostlarınızla birlikdə təşkil edəcəyiniz intellektual oyunlar gecənizi maraqlı və yadda qalan edəcək. Həyatın sizə təqdim etdiyi hər bir dərsi gələcək müdriklik xəzinənizin bir parçası hesab edin. Ulduzlar bugün sizin cəsarətli və böyük planlarınızı hər addımda dəstəkləməyə hazırdır. Öz gücünüzə inanın və arzuladığınız uğura doğru böyük addımlarla irəliləyin. Oğlaq. Bugün nümayiş etdirəcəyiniz yüksək nizam-intizam və çalışqanlıq sizi hədəflərinizə bir addım da yaxınlaşdıracaq. Peşəkar fəaliyyətinizdə rəhbərliyin rəğbətini qazanmaqla karyeranızda möhkəm bir təməl quracaqsınız. Uzun müddətli maliyyə investisiyaları etmək üçün bugün daxil olan təklifləri ciddi şəkildə araşdırın. Şəxsi həyatınızda tərəfdaşınıza qarşı daha diqqətli olmaq aranızdakı emosional bağı gücləndirəcək. Sevgidə sabitlik axtaran oğlaqlar ciddi niyyəti olan bir şəxslə tanış olmaq şansı qazanacaqlar. Sümük və oynaq sağlamlığınızı qorumaq üçün kalsiyumla zəngin qidalara rasionunuzda geniş yer ayırın. İşgüzar sənədləşmə və rəsmi görüşlərin idarə olunmasında bugün yüksək uğur əldə edəcəksiniz. Keçmişdən qalan və həll olunmamış bəzi maddi məsələləri bugün tamamilə bağlaya bilərsiniz. Ağlınızdakı real layihələri həyata keçirmək üçün lazımi resursları toplamağa bugündən başlayın. Ətrafınızdakı insanların rəylərinə hörmətlə yanaşın, lakin öz prinsiplərinizdən heç vaxt güzəştə getməyin. Büdcənizi qorumaq üçün plansız və emosional alış-verişlərdən tamamilə uzaq durmağınız tələb olunur. Bugün daxili səssizliyi qorumaq və gələcək 5 illik planınızı tərtib etmək olduqca faydalıdır. Çətin anlarda göstərdiyiniz soyuqqanlıq sizi hər cür krizis vəziyyətindən asanlıqla çıxaracaqdır. Ailə böyüklərinin xeyir duasını və məsləhətlərini almaq işlərinizin rəvan getməsinə kömək edəcək. Özünüzə qarşı tələbkar olduğunuz qədər, qazandığınız uğurlara görə özünüzü mükafatlandırmağı da unutmayın. Talih sizin bu sarsılmaz iradənizi tezliklə böyük zəfərlərlə taclandıracaqdır. Gələcəyə inamla baxın və hər bir çətinliyin keçici olduğunu yaddan çıxarmayın. Dolça. Bugün ağlınıza gələcək orijinal və innovativ ideyalar ətrafınızdakı insanları heyran qoyacaqdır. Professional sahədə fərqli metodlar tətbiq etməklə işinizin səmərəliliyini xeyli artıra bilərsiniz. Maddi vəziyyətinizi yaxşılaşdıracaq müasir texnologiyalarla bağlı yeni gəlir sahələri kəşf edə bilərsiniz. Romantik münasibətlərinizdə partnyorunuzla intellektual mövzularda söhbətlər etmək aranızdakı bağı yeniləyəcək. Qəlbi boş olan dolçalar sosial layihələrdə özləri ilə eyni düşüncəyə sahib biri ilə tanış ola bilərlər. Sağlamlığınızı qorumaq və enerji toplamaq üçün təmiz havada daha çox vaxt keçirməlisiniz. Gün ərzində qatılacağınız elmi və ya bədii seminarlar dünya görüşünüzü xeyli genişləndirəcək. Dostlarınızın sizə ehtiyacı olduğu bu gündə onlara göstərəcəyiniz dəstək münasibətlərinizi dərinləşdirəcək. Şəxsi azadlığınıza və müstəqilliyinizə zərər vura biləcək hər cür məhdudiyyətlərdən uzaq durmağa çalışın. Gələcəyə yönəlmiş fərdi layihələrinizi reallaşdırmaq üçün bugün unikal tərəfdaşlar tapa bilərsiniz. Maddi məsələlərdə gələcəyi düşünərək hərəkət etmək sizi gözlənilməz xərclərdən tamamilə sığortalayacaq. Cəmiyyətin qəbul etdiyi şablon qaydalardan kənara çıxaraq öz fərdi üslubunuzu nümayiş etdirin. İntuisiyanızın sizə təqdim etdiyi qeyri-adi həll yolları bugün çox köməyinizə çatacaq. Yaradıcılıq potensialınızı vizual incəsənət və ya rəqəmsal sahədə sınamaq uğurlu nəticələr verəcək. Ətrafınızdakı insanların pessimist fikirlərinin sizin daxili işığınızı söndürməsinə əsla icazə verməyin. Kainatın sizə bəxş etdiyi bu intellektual gücü bəşəriyyətin xeyrinə istifadə etməyə çalışın. Həyatın hər anından zövq alaraq öz vizyonunuzun ardınca inamla getməyə davam edin. Balıqlar. Bugün daxili dünyanızdakı zəngin xəyal gücü və yaradıcılıq sizə inanılmaz ilham verəcək. Peşəkar fəaliyyətinizdə intuisiyanıza güvənərək atacağınız addımlar sizə böyük uğurlar qazandıracaqdır.
Maliyyə məsələlərində xeyriyyəçilik və qənaət arasında mükəmməl bir balans qurmağa çalışın. Sevdiyiniz insanla münasibətlərdə tam emosional anlaşma və romantika bugün hakim olacaq. Tənha balıqlar üçün bugün taleyüklü və ruhən yaxın olan bir şəxslə qarşılaşma ehtimalı olduqca yüksəkdir. Sağlamlığınızı qorumaq üçün su prosedurlarından və ya dəniz kənarında gəzintidən istifadə edin. Gün ərzində daxili səsinizin sizə pıçıldadığı xəbərdarlıqları diqqətlə dinləyib ona uyğun hərəkət edin. İncəsənətin hər hansı bir növü ilə məşğul olmaq ruhunuzdakı gərginliyi tamamilə yox edəcək. Yaxın dostlarınızın emosional problemlərinə şəfqətlə yanaşaraq onlara ən doğru təsəllini verəcəksiniz. Maddi xərclərinizdə xəyallara qapılmadan real imkanlarınızı nəzərə alaraq hərəkət etməyiniz lazımdır. Keçmişdə qalan inciklikləri bağışlamaqla özünüzü mənəvi baxımdan tamamilə azad və xoşbəxt hiss edəcəksiniz. Bugün daxili dincliyinizi qorumaq üçün səs-küylü mühitlərdən bir qədər uzaq durmağınız tövsiyə olunur. Evinizdə yaradacağınız mistik və sakit atmosfer daxili harmoniyanızı daha da gücləndirəcək. Başqalarının dərdinə şərik olarkən öz psixoloji sərhədlərinizi qorumağı da unutmamalısınız. Göylərin sizə bəxş etdiyi bu emosional dərinlik həyatı daha gözəl dərk etməyinizə kömək edir. Ulduzlar sizin saf qəlbinizi və gözəl niyyətlərinizi hər zaman xüsusi olaraq qoruyur. Gələcəyə ümid və sevgi ilə baxın, çünki ən gözəl günlər hələ qarşıdadır.